Yazıcı Kəramət Böyükçöl rüşvət qalmaqalına görə vəzifəsindən azad edilən 207 nömrəli məktəbin direktorunun şagirdlərdən pul tələb etməsinə maraqlı fikir bildirib. Kəramət Böyükçölün sözlərinə görə məktəblərdə elə həmişə fond pulu, süpürgə pulu yığılıb. Ağlım kəsəndən Azərbaycanda son zəngə görə pul yığılıb, müəllimlər gününə pul yığılıb, 8 mart bayramına görə pul yığılıb. Hələ süpürgə pulu, fond pulu, xlor pulunu demirəm. İndi bir məktəb direktorunun səs yazısı yayılıb son zəngə pul yığılması ilə bağlı. Bir hay-küy qopdu ki, gəl görəsən. Güya birinci dəfədir belə şey görürlər. Axırda direktoru işdən çıxardılar. Azərbaycan belə ölkədir, nə eləyirsən elə bilinməsin. Hamı yaxşı bilir ki, kabinetlərdə nələr baş verir, amma Hüseyin Bala Mirələmov da bilindi. Xəyanət eləmək asandır, çətini onu gizli saxlamaqdır. Xəyanət üstü açılanda xəyanət sayılır. Tutulanlar oğru deyil, oğurluğa cəhd edənlərdir. Əsl oğru tutulmur. Xatırladaq ki, sosial şəbəkələrdə Bakı şəhəri 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseybliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb. İddialara görə səs yazısında o son zəng üçün pul yığılmasını tələb edir və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edir. Səs yazısı ilə bağlı araşdırma aparılıb və araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəssisəsinin direktoru vəzifəsindən azad edilib.